Değerli dostlar, hoş gördük sizi. Bugün 6 dekabr Rabitə və Yüksək Texnologiyalar mütəxəssislərinin, peşəsinin bugün bayramıdır. Yeri gəlmişkən hər bir rabitəçini, yüksək texnologiyalar və IT sahəsində çalışan peşəkarları, həvəskarları və bütün rabitə ordusunu təbrik edirəm. Dəyərli dost, siz də həmkarım, bu sahədə uzun müddət çalışmışsınız. O cümlədən sizin, bizim bərabər 6 dekabrı tərənnüm edərək cəmi rabitəçilərimizin hər birini hörmətlə, sayğı ilə anırıq. Heç kəs unudulmur, heç nə yaddan çıxmır. Dünyasını dəyişən böyüklərimizə də, ağsaqqallarımıza da Allahdan rəhmət edirik. Beləcə veteranlarımızı da xoş və gözəl anılarla yada salırıq. Hər birinə Allahdan can sağlığı diləyirik. Və bugünkü görüşümüz də 6 dekabrı rabitə gününü tərənnüm etməkdir. Bizim vaxtaşırı çıxıb bu mövzuda yeniliklərlə bağlı, internet dünyası, süni zəka layihələri artıq rabitə peşə bayramı ərəfəsində daha da inkişaf edib, inkişafın pik nöqtəsinə gəlib çıxmışdır. Sizin fikirləriniz necədir? Mən elə başa düşürəm, sizin də bir ürək sözlərinizi dinləməyə və bizi təbii ki, bizlə bərabər verilişimizi, proqramlarımızı izləyənlərə bir ürək sözlərinizi dəyərli dost, siz də buyurun. Həm musiqimiz, maşallah, çayımız yerində, eyni zamanda arxamızda ocağımız yanır və hesab edək, əvvəlki görüşümüzün davamıdır. Rahat bir 5-10 dəqiqə bu kiçik video çarxda xoş sözlərimizi, diləklərimizi çatdıra bilək. Buyurun. Əflatun müəllim, fürsətdən istifadə edib mən də rabitəçilərin peşə bayramı münasibətilə təbrik edirəm. Hər birinə uğurlar, can sağlığı arzulayıram. Uzun illər bu rabitə sahəsində çalışdığımız üçün çox insanları tanıyırıq. Hər birinə buradan salamlar deyirəm, təbrik edirəm, yenə deyirəm. Hər birinə uzun ömür, can sağlığı, işlərində uğurlar və rifah arzulayıram. Çox gözəl, çox gözəl. Əlbəttə, ürək sözüm böyükdür. Bunu elə bir dəqiqəyə, kiçik bir video sığışdırmaq mümkün deyil. Çünki hansı yollar keçmişik, bərabər çiyin-çiyinə. Mən deyərdim ki, 40 ilin üzərində 5 ildə Texnik Universitet təhsilimizi daxil etsək peşə yolunda 45 ilə yaxın bir ömür qoyduq arxada. Elə bir deyim var. Ömür dedikləri sorsalar nədir? Xətləri qırışıq bir xəritədir. Beləcə arxada yol xəritəmiz, qoyduğumuz izlər, əməlimiz, çalışdığımız layihələr arxamızın izidir. Eləcə də Mövlanə həzrətləri də gözəl deyib, gecikdirmir, nə deyir? Arif odu arxasında qoya bir əsər, əsəri olmayanın yerində yerlər əsər. Buyurun İskəndər müəllim, bu internet əsrində siz necə düşünürsünüz? Süni zəka bizi hara aparır? İnternetlə bunlar birləşib gəncləri, X nəsil, Z nəsil, Y nəsil, alfa nəsil, nəsilə qarışır. Arta gedir. Şeylərdir, nəsillər arası bir pandem yaşanır. Şəbəkələrdə də birinci nəsil, ikinci nəsil, üçüncü, dördüncü, nəhayət beşinci nəsil və yeni nəsil şəbəkələr. Gəlmişkən mən o fənlərdən də tədris edirəm, çalışıram tələbələrim orada məmun olsun. Həm real həyat nümunələrində, bizim təcrübəmizdə müəyyən təbii ki, gördüklərimizi də onlara çatdırmağa çalışırıq. Eləcə də bizim bu kiçik proqramı da elə tələbələrimə, həmkarlarıma deyirəm, bərabər biz həmkarları tərəfindən rabitə və yüksək texnologiyalar peşə bayramı ərəfəsində qoyarmağan olsun, onlara ithaf olunsun. Buyurun. Dövrümüz internet dövrüdür. Danışdıqlarımızın internet üzərində qurulub. Hətta bu çəkilişimiz, danışığımız hamısı internet vasitəsilə insanlara ötürülür. Maraqlıdır. Yəni birdən internet yoxdur. Nə ola bilər? Necə ola bilər sizə? Belə maraqlı bir sual. İnternet sonrası həyatı necə təsəvvür İnternetsiz həyatı necə təsəvvür etmək
bilmirəm. Çox Belə ən maraqlı. düzgün belə Nə dediniz. gözəl. Belə yer gələndə bu elə bir sürpriz bir sual kimi də çıxır. Əslində düşünməli, doğrudan da burada məqamlar var. Heç nə birdən yaranmadı. Öncə bir keçmişə ekskurs eləyək ki, hardan gəldik, hara gedirik, hardayıq, nələr bizi gözləyir. Əlbəttə ki, rabitənin tarixi Tüstüdən, Tonqaldan, Paşdalyon gərçindən, Atlıdan, Qasitdən atlayaraq eramızdan Ocaq yandıraraq düşdülər. bəli, eramızdan 20.000 əsr təzahür etmiş, inkişaf edə gəlmiş, sonra yazılar, tablet yazılar, papirus kağızlar üzərində yazılar, Orhan Yenisey yazıları, belə gələndə Julius Sezarın devrində bizim eradan əvvəl milad tarixindən öncə Sezar şifrəsi deyə məktubu yazırdı. Hər hərfi 4 digər ondan öndə olan hərfin yerinə qoyaraq, yer dəyişmə edərək mətni dəyişə bilirdi ki, nədir? İmperiya, dövlət idarə etməsi. Bunlarda informasiya hər zaman strateji rol oynayır. Beləcə, informasiyanın bugün təhlükəsizliyi 47-ci ildən üzbəri nə yaratdı? Kibernetika demək konseptini ortaya qoydu. Kibernetikada zaten 1940-cı illərdən bu yana 41-ci ildə ilk elektron hesablama maşını, yəni kompüterin konseptini irəli sürdülər. 45-də, 46-da ENIAC deyilən demək ilk kompüter nümunəsi ortaya gəldi. Dərhal 2-ci Dünya müharibəsindən sonra. Əslində burada maraqlı bir məqam da var, onu qeyd etmək istərdim. Düzdür, 45-ci ildə bu nüvə silahı işə düşdü. Yaponiyanın Nagasaki, Hiroşima şəhərlərinə və dünya düşünməyə başladı. Elə ki, biz bəlkə nüvə silahından sonra biz bu informasiyanın arxivləri necə edəcək, əgər belə bir hal baş versə, dünyanı fəlakət bürüsü informasiyanı biz necə yadda saxlayaq? Beləcə kibernetika məhvum ortaya çıxdı və yavaş-yavaş kompüterin icadı ilə zaten 45-ci ildən sonra BMT yaradıldı, dünya yenidən şəkilləndi, artıq inkişaf devrinə qədəm qoyuldu. Elə 64-cü ilə qədər ki, nəslə də baby boomerlər deyirlər. 65-dən 76-ya X nəsil, sonra Y nəsil, sonra 97-dən bu yana Z nəsil, 2013-dən bu yana da alfa nəsil deyilir. Yəni nəsillər də belə dəyişir. Sonrası da 69-da internet icad oldu. İnternet nədir? Şəbəkələrin bağlantısıdır. Yəni Internet Networks, yəni dünya hörümçək toru. 1971-də ilk e-mail, ilk viruslar başladı, kompüter virusları, grip virusu kimi məni yaxalaya bilsən yaxala deyə. O da bir virusun başqa bir digər tərəfdən proqram təminatları, virus sənayesi nələr yarandı. Çünki bunlar da artıq proqramı necə infeksiya kimi xəstələndirib, sonra onu antivirus proqramları ilə eləcə davam etdi. İnkişaf gəldi 90-cı illərə. 90-da interneti kommersiyalaşdırdılar. Yenə də bu dünyanın siyasəti ilə bağlı bir məsələlər idi ki, internet 69-da Amerikanın DARPANET, yəni müdafiə sferasında başlamış, öz təşəkkülünü oradan tapmış. Baltimore demək şəhəri universitetlər arası, kompüter arasında ilk sınaq informasiya mübadiləsini təşkil ediblər. Beləcə sonra da şəbəkəni genişlədiblər. E-mail çıxdı, elektron poçt, ondan sonra və bu dünya hörümçək toru WWW dediyimiz və elektronlaşaraq bütün informasiyalar paraleldə sinsi şəbəkələr başladı inkişaf etməyə. Rabitənin tarixini özünüz məndən yaxşı bilirsiniz. Birinci nəsil sadəcə səs idi, telefon rabitəsi idi. Sonra bunu neynədilər? Mesajı əlavə elədilər. İkinci nəsil yarandı. Multimedia üçüncü nəsillə inkişaf etməyə başladı. Artıq video, təsvir, audio, vizual, hipertekstlər üçüncü nəsillə analog sistemlər rəqəmsala transformasiya olundu. Üçüncü nəsildən bu yana rəqəmsal inkişaf edərək dördüncü nəsil yaratdı. Dördüncü nəsil də bilirik ki,
bu 3-4 əsrdə dünyada 4 sənaye inqilabı keçib. Öncə buxar maşınını tapdılar 1770-ci illərdə sonuna doğru. Sonra arxasınca elektrikin kəşfi, bilirsiniz ki, Volt, Ampere, bunların Edison'ı, zaten fiziklər bütün hamısı bu elektrikin kəşfi ilə sonra ortaya gələn yeni bir dünya çıxdı. Sonra elektron hesablama maşını, o da 1945'lərdən düzdür konsepti vardı ama ortaya artıq bir nümunə qoydular. Sonrası da internet yarandı, 4-cü sənaye inqilabını biz içindəyik. İndi bunun növbəti mərhələsi nəyə gedir? Süni zəkanı yaratdılar. Süni zəka da bugün insan ağlını təqlid edir. Bir neçə platformaları var. Baxın, OpenAI'nin ChatGPT'si bu chatbot. Yəni ancaq chat da bu nədir? Söhbət, fikirlər, yazı, ünsiyyət, kommunikasiyanın üzərində qurulub. Bugün 5.1 versiyası özünü çox gözlətmədən, çox təkmil varianta gəldi. Elə yaxınlarda Atlas proqramını da ChatGPT OpenAI ortaya qoydu. Niyə? Çünki böyük informasiya seli, məlumat axını yarandı. Nahəng informasiya selinə Big Data dedilir. Bunu emal eləmək lazımdır. Bilirik ki, bugün Google'un ən məşhur axtarış brauzeri Chrome'dur. Chrome axtarışda bir nömrə idi və bugün Atlas ona belə deyək, meydan oxumağa başladı ki, sən axtara bilirsən və sənə bugün müraciətlər olunur, brauzer neynir? Serverlərdə, portallarda axtarış edir. Atlas isə emal edərək verir. Sənin istədiyini qısaldır, sənin sorğuna uyğunlaşdırır və sənə verir. Bu da 25-ci ilin mart ayından platforma gəlişdirildi, indi inkişaf etdirilir. Gələcəkdə bu süni zəka layihələri, digərləri də var, bilirsiniz ki, Microsoft'un ki, demək Copilot, eyni zamanda Apple'ın ki, bilirsiniz ki, Google'un ki, Gemini'dir və Çin'in ki, nədir, DeepSeek'dir, demək, Antraxis Cloud'undur. Bu belə rəqabət mühiti yarandı ki, bir neçə platformalarda süni zəka artıq sərhəd tanımır. Və süni zəkanın inkişafı arxa planda yeni algoritmlərlə o səviyyə gəldi ki, insanı sanki təqlid edir. Bax, buyurun, bu da süni zəkanın gətirdiyi. Elədir, danışığımızdan məlum olur ki, hər bir insanlar da süni zəkanın nə olduğunu artıq anlayışını bilirlər. Amma bu süni zəkanın inkişafı çox maraqlıdır. Hara qədər gedə bilər? Bilirsiniz nətər, süni zəka demək olar ki, bu hamımıza aydındır ki, bu düşünmə qabiliyyəti var. Düşünüb cavab vermək, həll etmək qabiliyyəti var. Bu hara qədər inkişaf edə bilər? Sonrası nə? Sonrası nə? Yəni sonu da hara qədər... Çayınızı soyutlayın. Yer gələndə səmimi olsun söhbətimiz, onsuz da həftə sonu görüşüdür, rabitəçilərin bayramıdır. Biz də indi 40 ildə bir ömürdür, onun üzərində biz sizin də eyni zamanda həmin müharibə veteranlarınız bərabər bizim də müharibə bölgəsində yeri gəlmişkən 3 nizamiyyədən çox olanlara müharibə veteranı verildi. Biz nə qədər rabitənin özündə mobil rabitəni qururduq. Yüzlərlə bizim nizamiyyələrimiz var döyüş bölgələrinə. Elə həm də həmkarımsa müharibə veteranı olaraq da yeri gəlmişkən həm rabitəçi gün, həm rabitəçi veteranları adından hər ikimiz də bütün bir daha da rabitəçi veteranlarımızı da təbrik edirik və süni zəka hara gedir və bizə nə verir? Əlbəttə ki, 5-ci sənaye inqilabı qaçılmazdır. Çünki süni zəka bugün, burada biz bir şey diqqət edək. Biz X, Y nəsli, Sovet bu şinelindən çıxanlar təməl bilgi oxuyurduq da. Bizə, bizim orta məktəb bütün dəqiq elmləri yaxından öyrənirdik və bazamız var. Baza biliyin üstündə süni zəka bizə bugün istədiyimizi sorğu edirik və bizim biliyimizə bilik qatır. Amma yeni nəsildə baza biliyi yoxdur, onlar repetitor yanına gedir. İxtisas və ya müəyyən fokuslanmış sahəyə özlərini hazırlayırlar. Digər fənlərin gəlişdirilməsində körə zehin qalırlar. Buna görə bugün bu süni zəka bunların yerinə işləyib hazır nəticələri verərsə yeni nəsil körə zehin qalacaq,
çətinliklərlə üz-üzə gələcək. Çünki onlar özləri dərk etməli, idrak etməli, zehin problemi yaşanacaq. Ciddi zehinsel problemler artık yeni bir mefhum ortaya getirecek. İnsan mühendisliği. Önce insan lazım. İnsanı mühendis gibi mimar etmək lazım. Çünkü bizim idrakımızla ne olmalıdır? Kavramalıyıq, zihnimiz çalışmalıdır. Müəyyən bir baza kurmalıdır. Üstünde de sorgulamalıyıq. İndi o baza, zihin ve o istiqamətdə çalışmalar olmadan yeni nesil hazır bir, sanki kimse bunun yerine təqlid edir, fikirləşir, edir. O zaman ondan sənə nə, mənə nə, belə. Bax, bu fəsadlar var. Digər tərəfdən, təbii ki, internetin, süni zəkanın bir-biri ilə inteqrasiya olması həyat asanlaşdırdı, yeni ixtisarlar yarana bilər. Çünki istər köməkçilər, istər iş mühiti və iş ortamında çoxlu işlər avtomatlaşacaq. Bugün müxtəlif tapşırıqları, sorğular edirik. Süni zeka çox gözəl peşəkarlıqla edir. O şeyləri ki, insanlar edir, bu əmək asanlaşacaq, avtomatlaşacaq. O, qaçılmaz. O zaman nə lazımdır? Süni zekanın dilini bilmək üçün prompt engineering deyirlər, yəni sorğu mühəndisliyini öyrənmək lazımdır. Onun da kursları var ki, necə AI, yəni süni zeka mastering deyilən bir proqramlar var ki, gedir, trening keçirsən, təlimlərini öyrənirsən, qaydalarını, sorğularını, rəftarı, üsullarını təbii ki, öyrənməliyik. Yəni, yeniliklə ayaq tutulmaq lazımdır. Hər gün dəyişir, hər gün yenilənir. İnformasiya bugün bilirsiniz, ən strateji, ən pədir. Biz onu sanki istifadə etmirik, onu qida əvəzi tükətirik. Bizim həyatımız informasiyasız, tez köhnələn, strateji bir əmti olaraq təsəvvür olunmur. Hər gün yeni, hər gün yeni. Bugün kimdir ən diqqətli olan, güncəl olan? Ən yeni məlumatlıdır. Məlumatı olan, demək, texniki tərəqqi ilə silahlanır. Və hər yerdə də bugün yeri gəlmişkən, özəl sektorlarda, tələbatlarda yenilikləri bilən, proqram vərdişi, soft, hard skilllər, yəni yumşaq keyfiyyətlər, skill dediyimiz bacarıqlar və kompüter bilik bacarıqları. Zaten bunun da ön tərəfinə nə deyirlər? Front-end. Arxa tərəfinə də, arxa planda da back-end deyilən çalışmalar. Onlar da iki yerə bölünür. Kompüterlə görünən tərəfində üzü belə biz rəftarları, üsulları, vərdişləri bilənə o sahənin mütəxəssisləri. Arkada da zaten iceberg'in görünmeyen tərəfi proqram yazırlar, onu dərinləşdirirlər, algoritm işləyirlər və bugün baxın, mobil sensor şəbəkələr insan duyğularını kopyalayıblar, insan kimi düşünür. Böyle de süni zeka geriye dönüş olmayan bir prosesdir. Onunla düzgün rəftar etmək lazımdır, onu özünə köməkçi kimi əməkdaşlıq edib bəhrəli istifadə etmək lazımdır. Özün bildiyin, araşdırdığın məsələdə sənə bir təkandır, vaxt mühəndisliyinə çox böyük köməyi dəyir, vaxt idarə etməsinə time management deyirlər, ona da bir töhfədir. Çünki həyatımız vaxtdan ibarətdir. Bugün vaxtı səmərəli istifadə etmək lazım. Buna görə süni zeka dəyərli həmkarım bugünün gerçəyidir, qaçılmaz reallığıdır. Biz onunla ehtiyatlanmaq əvəzinə onunla bəhrəli əməkdaşlıq formasında həyatımızı şəkilləndirməli, ağıllı da biz yenə yönləndirməli işlərimizə, layihələrimizə, həyatımıza dəyər qatmalıdır süni zeka. Bəli, yəni bunun üzərində sizin də mən elə başa düşürəm ki, öz fikirləriniz də mütləq var. Siz süni zəkaya necə baxırsınız? Elə internetin özünə, bugünkü yeni nəsilə, gələcək nəsilə nə deyərdiniz? Sizin də öz baxışlarınız var, fikirləriniz var. Beləcə biz bu kiçik bir video çarxımızı da tamamlayaq, yenə təşəkkürümüzü bildirək birlikdə. Bu süni zəka mənim zənnimcə bizi nəsərdir. Yəni ki, bizim daha da savadlanmamıza kömək etməlidir. Bəli. Daha da bizim nətər deyim, savadsızlaşmağımıza, kütləşməyimizə, yəni olmamalıdır, rəvac verməməlidir. Bəli. Götürək bir neçə il bundan əvvəllər. Vaxt var idi, elektron hesablama maşınları olmayanda insanlar Rusiyanla hesabı daha yaxşı bilərdilər. Bəli. Əl üstündə. Əllə hesablayardılar, beyin daha şotkalar var. Beyin daha iti düşünərdi.
Elektron hesablama maşınları çıxandan sonra insanlar artıq da mən sizə deyim ki, vurma çıxmanı da bəzi adamların yadından çıxardıblar. Hətta sadə rəqəmləri vurmaq üçün kompüterdən istifadə edirlər. Yəni əldə telefondan istifadə edirlər. Adiləşir. Hətta özümüz də niyə yalan danışır? Hərdən özümüz də elə bir şey olur ki, tez onu da yazmırıq. Bu istər-istəməz yəni bizim beynimizin çevik işləməsinin qarşısını alıbdır. Amma süni zəka biraz çox qabağa gedibdir. Yəni süni zəka o demək ki, insandan artıq düşünür. İnformasiya yəni bazası insandan təbii zəkadan çoxdur. Bəli. Bu da sən sonda insanların savadsızlaşmasına yəni rəvac verməmək üçün yəni mən o nöqteyi nəzərdən dedim ki, süni zəka hara qədər gedə bilər. Yəni insanlar təzədən belə deyək də savadlılığın pik həddindən geri gedə bilərlər, yoxsa irəli gedə bilərlər. Yəni geri nə deməkdir? Geri o deməkdir ki, biz insanlar yarananda ibtidai icma quruluşundan biz yəni ki, inkişaf edə savadlana gəlib bu həddə çatmışıq. Yəni süni zəka bizim əvəzimizdən, bizim deyilən insanlar əvəzindən düşünərsə, fikirləşərsə, onların bütün riyazi məsələlərini, iqtisadi məsələlərini həll edərsə, insanlar yəni yenidən yəni təbii zəkalar yəni geri çəkiləcək. Bu mən o nöqteyi nəzərdən sizə fikrimi dedim ki, yəni belə yəni bu bizə nə dərəcədə xeyri və nə dərəcədə ziyanı olmasın. Beləcə, dəyərli dostlar, elə həm də həmkarımın fikri ilə bu proqramımızı da tamamlayaq və öz təşəkkürümüzü bir daha da bildirək. Dəyərli dostlar, budur bax, elə internet əsri, internetin özünün gətirdiyi bizə danışıqlar arasına reklamlar girir. Məcburuq ki, bu reklamdan çıxaq. Artıq təsəvvür edin ki, reklamsız interneti də təsəvvür eləmək olmur. Nəinki süni zəka, internetin bugün bilirsiniz ki, həmkarımın dediyi kimi artıq yeni nəsili, orta nəsili, yaşlı nəsili hamısını əlaqədar edəcək süni zəka. Doğru deyirsiniz. Az əvvəl qeyd etdiyim kimi təməl biliyi olan, ümumi dəqiq elmlərdən xəbər olanlara fayda gətirəcək. Faydalı, səmərəli həyatını, işini süni zəka ilə quranlara dəstək olacaq. Süni zəka durmayacaq. Ta insan, biz niyə süni zəka deyirik? Çünki təbii zəka onun yaratdığı bir məhsuldur süni zəka. Süni zəka təbii zəka doğru irəliləyir ki, onu nə qədər təqlid edə biləcək. Bu təqlidlərin içində onun yaddaşı olacaq. Bizdə yaradıcı güc var. Yaradıcı güc heç vaxt süni zəkada təbii zəka qədər olmayacaq. O, olduğu qədərdir. Elektron arxiv qədərdir. Elektronlaşan qədərdir. İnsanın təbii zəkası isə daim inkişafdadır. İnsan təbii zəkası kəsintisizdir və insan təbii zəkası yaradıcıdır. Süni zəkanınki əzbərçi zehniyyətdir. Çünki nə var? Elektrondur, arxivləşir. Nə vermirsən, onu sənə qaytarır. Tamamilə doğru. Ona görə biz nə etməliyik? Sonda hər birinə öz tövsiyələrimizi bir sahənin mütəxəssisi kimi təvazökarlıqla onu deyərdik ki, dəyərli dostlar, süni zəkadan səmərəli istifadə etmək lazımdır. Hər zaman qiraətli kitabları unutmayaq, kitab təmasını əlimizdən yerə qoymayaq. Mütaliədir, qiraətdir, bunun özünün öz yeri var, dəyəri var. Böyüklərimizi, ustadlarımızı hər zaman dəyərləndirək. Bu dünyada, İskəndər müəllim, insanın həm bu dünyada, həm o dünyada yeganə minnət edəcəyi iki ali zat var. Bir valideynlərdir, bir də müəllimdir. Müəllimlərin yeri gəlmişkən qədrini, qiymətini də bilək və yaxşı müəllimlərimizə və bizim hər birimizin bugün yadda qalan, bizə əmək olan həm valideynlərimizi, həm də müəllimlərimizi, həm də peşəkar rabitə bayramı ilə də əlaqəli olaraq hamısını hörmətlə, sayğı ilə anırıq, təşəkkürümüzü bildiririk. İnanıram ki, ağlın yolu birdir. Biz sonda insan ağlı ilə, insan kamalı ilə, insan mühəndisliyi ilə özümüzün memarı olacaq. İnsan özünü yona heykəltaraş kimi bir memarlıq nümunəsi ilə zəkanın zaten süni zəka yansıyan tərəfi, transformasiya olan tərəfi ilə internet inteqrasiya olunub, əşyaların internetini yaradıb. Əşyaların interneti yarandısa, bu təməl üstündə hər şeyin interneti yaranarsa, yaradana doğru gedirik. Zaten hər şeyi bilən yaradandır. Biz hər şeyin internetini
yatmır, mürgüləmir, dini yox, ilgi yox və kəsintisiz elektrik enerjisi və ya da ki, onun bataryası çalışdıqca bugün alternativ enerjilər də var. Güneş enerjisi, külək enerjisi, bioenerjilər. Demək ki, enerji kəsintisiz olduqca, internet daimi var olduqca hər şeyin interneti alimin mürəkkəbi ilə yaradana doğru da bir addım aparacaq. Bu yolda başarılar diləyirəm. İnanıram ki, Hacı Vali Bektaşinin fikri iləndir. Hərarət nardadır, sacda deyildi. Kəramət başdadır, tacda deyildi. Nə ararsan ara, özündə ara, Məkkədə, Qüdsdə, həcdə deyildi. Var olun, sağ olun.